Əli. Sənə də aiddir, sənə də aiddir. Hər birimizə aid. Bax, həqiqətən də. Səhv eləməkdə heç vaxt qorxmayın. Mən sizə heç də deyən deyiləm. Mən ola bilərəm, oyunda sizə deyirəm ki, ay elə eləmə, belə eləmə. Mən deyə bilərəm, mən məhdiyəm, mən normaldır. Sizə daha göstəriş verirəm. Amma səhv eləməkdən qorxmayın, aldatmaqdan qorxmayın. Mən icazə verirəm sizə. Bizim polyada yox. Rəqib polyasında ürəyiniz nə istəyir eləyin. Bax, rəqib polyasında. Bizim polyada Uğur, Əli, sadə oynayır. Sıfır risklə. Keçsin rəqibin cərimə meydançasının o tərəfə, center xəttini keçsin o tərəfə. Ürəyin nə istəyir elə. Allah, qapıya zərbə vur. Necə istəyirsən elə. Bir də, ay mən səhv eləyərəm, müəllim mənə deyər, o şeyə heç vaxt beynimizdə saxlamayın. Mən sizin heç birinizə heç də deyən deyiləm. Yaxşı, rahat olun. Mən dediyim şeyləri eləyin, itirsəz belə mən sizə heç də deməyəcəm. Bax, mən dedim alqışlayacağım, hə, sən mən dediyim şey elədin, itirdin. Bir də, biraz sərt oynayın. Siz qız deyilsiniz. Yaxşı, Uğur. Sən, Famil, topdan qorxmayın, top sizə heç nə eləyən deyil. Başdan gəlir, başdan çıxardır. Patkat lazım, patkatla çıxardır. Heç nədən qorxmayın. Eşitdiniz? Yəni, oyunda deyirsiniz ki, səhv eləyərəm, Tural müəllim, nəsə deyər, elə bir şey yox. Necə istəyirsiniz, elə də rahat şəkildə oynayın. İtirin, eybi yox, problem yoxdur. Amma çalışın, öz polyamızda səhv eləməyin. 1-2 pas açıldı. Keçdik rəqib meydançasının içinə, yəni o tərəfə keçdik, rəqib meydançası tərəfə. Orada birə-bir alada bilərsiniz, zərbə vura bilərsiniz. O sizin qalıb öz beyninizə, həmin momentə, oyun momentinə. Başa düşdünüz? Başa düşdünüz mən, Ümid? Sizə hər birinizə aid. Yəni, rahat oynayın. Heç birdən şeydən qorxmayın, çəkinməyin. Yaxşı? Rahat. Okey? İndi nə edirik?